Abdullayev Səməd Sədyaroğlu 17 iyun 2002-ci ildə Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub. Qaraxıdır kənd orta məktəbini bitirib. Sonra hərbi xidmətə gedib. Azərbaycan ordusunun əsgəri olan Səməd Abdullayev 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğal altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə şəhər istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 2-sində Ağdərənin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Vətən uğrunda və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib. Göyçay rayonu Qaraxıdır kənd qəbristanlığında dəfn edilib. Məkanı cənnət olsun şəhidimiz.